Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugün havanın isti olmağına baxmayaraq yenidən bir proqramla, bir verilişlə qarşınızdayıq. Çox maraqlı bir qonağım var. Rauf Mirzəyev, hal-hazırda onu qarşılamağa gedirik. Və Rauf Mirzəyev kimdir? Həm iş sahibi, həm Azərbaycanlardan ibarət bir Azərbaycan dərnəyinin sədri, həmçinin Azərbaycanlardan ibarət futbol komandasının qapıçısı. Mənim üçün öz adıma danışıram, çox maraqlı bir veriliş olacaq. Ümid edirəm ki, sizin üçün də maraqlı veriliş olacaq. Birazdan qonağımı sizə həyəcanla və istəklə təqdim edəcəm. Getdik. İlk dəfədir ki, bu qədər isti hava yaşayırıq. Düzdür. Dünən 42 dərəcə idi. Əslində dünən çəkiliş eləmək istəyirdik, amma gördük ki, 42 dərəcəyə hiss olunurdu. Normalda 40 dərəcə demişlər, amma 42 dərəcə hiss olunurdu. Dedik ki, heç olmasa gələn qonağın başına gün keçməsin. Təşəkkür edirəm. Ona görə dəvət eləmədik. Mən ilk öncə bilmək istərdim. Almaniyada neçə ildir? Dedin ki, 10 ildir yaşayırsan. 10 ildir, 2010. Nə işlə məşğulsan tam olaraq və yaxud da nə işlərlə? Demək, Almaniya 2016-cı ildə gəlmişəm yoldaşımla. Burada Ausbildungu bitirdim. Anlage Mechanika SHK, sanitar hava klima üzrə. Bəxti baba kəpənək uçurat verdi. Bu üzrə kolleci bitirdim. Elə həmin peşə üzrə də artıq 4 ildir çalışıram. Keçən il isə artıq Weiterbildungu texniki Zeichner üzrə bitirdim. İnşallah o sahə üzrə planlayıram ki, gələcəkdə işləyim. Artıq sertifikatımı almışam. Belə. Geriyə dönüb baxsan, Almaniyayı seçərdin, yoxsa başqa bir ölkəni seçərdin? Tam onu həqiqətən onun sualının üstündə düşünmüşəm neçə dəfələrlə və o qərara gəlmişəm ki, mən düzgün ölkəni seçmişəm. Çünki bəzi insanlar deyir ki, yox, biraz düşünsəm, belə baxıram ki, Kanada daha gözəldir, nə bilim, Amerika daha gözəldir. Yəni, sənin elə bir dönüş nöqtən olubmu ki, düşünmürsən, deyirsən ki, gərək Almaniyanı seçməzdim, bu ölkəni seçərdim. Yox, tam dəqiq deyim, düzdür, burada bürokratiya bəzən insanı incidir. Bütün verilişlərdə qonaqlarımızın dediyi bir söz, bürokratiya. Bu dokument məsələləri, sənət işləri, bütün qonaqlarımızı deyək ki, bura qədər gətirib də, yəni. Tam səmiyyətimlə deyirəm ki, bəzən həqiqətən elə vaxt olur ki, məktub gəlməyəndə özüm bir tər olam ki, necə olun mənə məktub gəlməyib? Nəsə yadlarından çıxdım mən. Belə şey olar. Problem var. Nəsə problem var. Deməli, çox məktub gəlir, həddən artıq. Bürokratiya bir misal deyim. Demək olar ki, Almaniya nə qədər yaşıllıq ölkəsi olursa olsun, onlar yaşıllıqlara o qədər də önəm vermirlər. Nəyə görə? Çünki bir adama bir həftə içərisində gələn məktubları hesablasan, bəlkə 10-15 dənə ağac kəsilib. Bəli. Bunu e-maillə də göndərmək olar. E-maillə də göndərə bilərsən. Azərbaycan, məsəl üçün, həqiqətən inkişaf etmiş bir ölkədir. Azərbaycan. Maşallah o tərəfdən. Ya maşallah, elektron poçt var, hamısı o qədər formalaşıb ki, elektronlu da adam, yəni bir dənə enter düyməsini basdıqdan sonra istənilən informasiya insana gedir, çatır. Amma buradan ağarılır. Poçt yazırlar, bir poçt gəlir özdə kitab kimi 10 səhifə, 15 səhifə. Qoyurlar, göndərirlər, gözləyirsən 5 gündən sonra sənə məktub gələcək. Hər həftə içərisində məktub gəlir. O məktublar da gələnə qədər adamın canı çıxır. Deyir ki, bu məktublar nə olan şeydir, görən nə cərimə gəlib, nə ödəməliyəm, nəyin qəşnunqudur. 100%. Məktub gəlməyəndə də artıq hər gün, yəni deyir, beyində depomamin deyilən bir şey var. İnsan artıq alışır axı məktuba. Gəlmədim adam narahat olur ki, 100% burada nəsə var. Nəsə var. Məni yaddan çıxardım. Məni yaddan çıxardım. Necə olub bu? Ya da krupnu gələcəkdir. 100%. Mən bildiyimə görə sizin Almaniyada həmçinin dərnəyiniz var. Mənə maraqlı olan budur ki, siz dərnəyi nə vaxt yaratmışsınız və dərnəyin əsas məqsədi nədir? Dərnək 8 dekabr 2024-cü ildə yarandı. Cəmiyyətimizin sədri Fuad Əhmədovdur. Mən özüm orada katibəm, Şıxitfüqə gedirəm. Sırf məqsədimiz Azərbaycanlıları bir yerə yığmaq, mədəniyyətimizi təmsil etmək, Azərbaycan mədəniyyətini Almaniyada təmsil etmək və belə deyək də bir-birimizə ayan olmaq həqiqətən. Çünki həqiqətən nəsə olanda bir-birimizdən xəbərimiz olmur. Amma cəmiyyət olaraq biz bir yerdəyik, bir-birimizə köməyimiz dəyir. Misal üçün, bizim dərnəkdə Azərbaycan dili
dərsi keçirilir, Azərbaycan rəqsi keçirilir. Əlbəttə ki, tam təmənnasız və bu müəllimlərə buradan həqiqətən təşəkkürümü bildirirəm. Onlar da öz vaxtlarını ayırırlar, vaxtlarından keçirlər, özlərinin öz işləri olur, amma keçib gəlib bizim balalara Azərbaycan dili, Azərbaycan rəqsini öyrədirlər. Şəxsən mənim qızım burada anadan olub, dediyim kimi və Azərbaycan dilində biz danışsaq da evdə, amma gündəlik daha çox alman dilini eşitdiyinə görə Azərbaycan dilində heç də yaxşı danışa bilmirdi. Amma bu bizim dərnəkdə Azərbaycan dili kursu açılandan mənim qızım artıq gözəl Azərbaycan dilində danışır. Almaniyaya gəlmək istəyən insanlar həqiqətən çoxdur. Məsələn, mən öz şəxsi sosial hesablarımda Almaniya və Azərbaycan arasında fərq videoları çəkərkən, bu fərq demək informasiya videoları çəkərkən, demək olar ki, çox insan yazır ki, Almaniyaya necə gələk? Qardaş, dil bilmirəm, bu mümkündürmü? Dil bilmədən gəlib Almaniyada iş tapa bilərəmmi? Və yaxud da şirkətlər var, mənə vəd ediblər ki, dil bilmirsənsə problem yoxdur, gəl Almaniyada hər kəsə iş var. Bu düzgün məsələdirmi? Dil bilmədən Almaniyaya gəlmək doğru məsələdir. Nəinki Almaniyaya, hansı ölkəyə gedirsənsə, kim getmək istəyirsə, həmin ölkənin mənim fikrimcə dilini öyrənməlidir. Çünki belə deyək, inteqrasiyanın ən gözəl yolu dildir. Həmin ölkənin dilini öyrəndinsə, daha tez inteqrasiya olacaqsan. Düzdür, hal-hazırda belə deyək, tərcümə proqramları var, hansı ki, amma hara getsək dil mütləqdir. Belə bir sualımız olacaq sənə ki, sən verilişə gəlməmişdən öncə biz sənin üçün bir neçə sual hazırladıq. Bu sualların yarıdan çoxu da sosial şəbəkədə bəzi travel şirkətlərinin insanlara verdiyi informasiyalardır ki, bunu Almaniyada uzun müddətli yaşayan Rauf bəyə yönəldəcəyik və beləliklə bizim tamaşaçılarımız da cavab almış olacaqlar ki, bu doğru söhbətdir, yoxsa yox. Sadəcə hə, yox desən kifayət edir. Bir travel şirkəti yazıb ki, Almaniyada ən çox tələb olunan iş sahəsi Altenpflege yaşlı baxıcısıdır və ən az maaş 5000 eurodur. Bu düzgün məsələdir, yoxsa yox? İlk öncə deyim ki, Altenheimdə iş tələb olunur, kifayət qədər işlər var. 5000 euro düzgün deyil, mənim fikrimcə. Deməli, travel şirkətinin biri yazıb ki, mən Ausbildung təklif edirəm və mənim həyata keçirdiyim, yəni mənim təşkil elədiyim Ausbildungların ən aşağı maaşı 2500-dür. Düzgün söhbətdir, yoxsa yox? Tələbi olaraq bu qədər alacaq. Yəni sual elədim. Tələbi olaraq. Əlbəttə ki, bu tam yanlış bir məlumatdır. Belə şeylərə inanmayın. Belə bir şey yoxdur. Yəni 100% yoxdur belə bir şey. Mənə göndərilən suallardır. Bu Almaniyada uzun illərdir yaşayan şəxsə praktiki olaraq sual verirəm. Özüm kolleci bitirmişəm. Yəni elə bir maaş yoxdur. Elə yəni yaxşı, şirin yalandır. Ən çox maaş nə qədər olur Ausbildungda? Baxır Ausbildunga, onlar peşəyə uyğun olaraq dəyişir. Sırf mənim sahəmdə başlanğıc olaraq 700-800 evrodur. Başlanğıc, ilk ilində. Sonra 1000-ə kimi, 1000-in üstü qalxır, axırıncı illərdə 1100 belənçini alırsan. Amma Ausbildungu bitirdikdən sonra ən əsas məsələ, mən Ausbildung eləyən bütün Azərbaycanlılara burada müraciət edirəm ki, Almaniyada belə bir şey var. Özünü yaxşı reklam elə. Həqiqətən. Show business. Yaxşı mənada. Vorstellungsgesprächə getdikdə, Ausbildungu bitirdikdən sonra başqa firma, ya öz firmanda işləmək istəyirsənsə o başqa məsələ, yox işləmək istəmirsənsə başqa böyük firmaya getmək istəyirsənsə, ilk intervyuda belə deyək də, Vorstellungsgesprächdə özünü yaxşı reklam elə. Yəni ki, özünə qiymət ver, mənim qiymətim budur. Belə deyək. Ona gözəl maaş almaq mümkündür. Amma belə Ausbildung yox, %100. 2500. Yəni absurd bir şeylərdir. Eləməyin də belə şeylər. Belə şeylər elə. Yəni hissləri ilə oynamayın millətin. Viza şirkəti yazıb ki, sizi deməli Hela firmasına işə götürəcəklər və 2 aydan sonra 2 ay maaşı ilə rahat şəkildə Azərbaycandan şəhərin mərkəzinə özünüzə ev ala bilərsiniz. Kaş mümkün olardı. Deyil. Kaş mümkün olardı, amma ki yəni bu maşallah belə fantaziyalara nə deyim mən? Yox, bu mümkün deyil. Yəni çoxu da inanır belə şeylər. Yəni mən özüm təkəm 45% vergi ödəyirəm.
Mən Qazandın? özüm şəxsən elə bir işdə işləmək istəyərəm ki, 2 maaşımla Ev al. yəni ev ala bilim. Yəni möhtəşəm bir şey. Elə bir şəhərin mərkəzində hal-hazırda belə deyək, qiymətlərinin hal-hazırda Azərbaycanda qalxdığı bir vaxtda əmlak bazarında tam belə deyək də 300 minin üstüdür də şəhərin mərkəzinə deyiriksə, yəni bu biraz absurd bir şeydir. Absurd məsələ. Aldatmayın da insanları. Eləməyin belə bir şeylər, valla. Yəni, biabırçılıq. Yaxşı bir şeydir. Biabırçılıq. Yəni, Almaniyada qazandığınız, indi 2 ay demə, 2 il desə başa düşərəm. Adam az yeyər, özü üçün də, yəni arxaya yığar. Bəlkə də elə şirkətin CEO-su o qədər qazanmır. Hə, yəni, məncə CEO o qədər qazanmırsa, işçi nahaq yerə o qədər qazanır. Deməli, xanımın birinə söz veriblər ki, deməli, Alman şirkətlərinə işə başlamaq üçün ilk öncə Alman şirkətlərinin Türkiyədəki filialında işə başlamaq lazımdır. Sonra Almaniyada rahat şəkildə 2 illik, 3 illik oturum ala bilərsiniz. Bunu heç eşitməmişdim. Bu təzə bir şeydir. Yəni ilk dəfədir sizdən eşitdim. Niyə də yəni? Niyə? Yəqin ki, burada ümumiyyətlə Almaniyadan söhbət getməyəcək, Türkiyədə işləyəcək. Yəni tam Türkiyədə Alman şirkətində işləyə bilər. olar, hə, Almaniya maksimum. Almaniyanın heç bir əlaqəsi yoxdur. Bir ölkəyə gəlmək istəyirsiniz, heç olmasa o ölkə haqqında araşdırma eləyin. Vizasını, hansı vizaları var, vergiləri nə qədərdir, ekonomikası nədərdir, iş prosedurları necədir, ora gəlmək üçün hansı sənədləri hazırlamaq lazımdır, ondan sonra gəlin. Biz artıq verilişimizin sonuna yaxınlaşırıq. Deməli, belə bir rubrikamız var ki, Azərbaycanı Almaniyadan fərqləndirən 5 yaxşı cəhət, Almaniyanı Azərbaycandan fərqləndirən 5 yaxşı cəhət. Yəni, bu rubrikada bu sualları verəcəyik sənə. Azərbaycanda bürokratiyanın olmamağı. Yəni, dokument çox deyil. Yəni, asan xidmət kimi bir yer Almaniyada olsaydı, mənim fikrimcə Almaniyanın qiyməti olmazdı. Asan xidmət möhtəşəm bir şeydir. İqlim Azərbaycanda möhtəşəmdir. Buranın iqlimi bizim axırımıza çıxıb, belə deyək. Üçüncü, belə deyək. Əgər icazə versənsə, mən əlavə edeyim. Bəli. Xəstəxana. Sığorta ilə əlləşmirsən, növbə gözləmirsən çox, gedirsən. Möhtəşəm bir şeydir o. Bizim həqiqi tip Bəli. sistemimiz möhtəşəmdir. Kim deyir pisdir, yalan söhbətdir. Çünki diş həkimindən tutmuş. Dişim ağrıyır, bir ay sonraya termin verib mənə. Əfsuslar olsun ki, vəziyyət burada elə oldu ki, mən dişlərimi düzəltməyə Azərbaycana getdim. Çox insan elə eləyir. Bəli. Çünki yəni burada sənə təklif olunan qiymətə baxırsan ki, sığortan var, amma sığorta tam onu qarşılamır. Çox az hissəsini qarşılayır. Məsəl üçün 10 mindirsə, onun 2 minini qarşılayacaq, 8 mini öz cibindən ödəyəsi olacaqsan. Özün baxırsan ki, mən o qiymətə mən Azərbaycana da gedəcəm. Belə nəyi var, istirahət də eləyəcəm. Həm də dişlərimi də düzəldəcəm. Ən yaxşısı gedim Azərbaycana. Yəni belə. Okey. Bu üçüncüydü, değil mi? Bəli, üçüncü idi. Dördüncü? Dördüncü deyərəm ki, yeməklərim, Azərbaycan yeməkləri möhtəşəmdir, restoranları. Hə, 5 fikirləşək görək 5 nədir? Yəqin ki, belə deyək, səmimiyyət insanların. İnsanlar Azərbaycanda daha səmimidirlər. Almaniyanın Azərbaycandan fərqləndirən 5 yaxşı cəhət. Pulsuz təhsil imkanları, maaş yüksəkdir burada. Avropa ölkələrinə çox rahat gedirsən. Başqa. Viza tələb olunmur. Viza tələb olunmur. İstədiyin vaxt, yəni biraz sərhəd keçmirsən. Hollandiyaya gedəndə mənə sadəcə olaraq roamingdə gəlir ki, sən Hollandiyadasan. Mən Hollandiyadayım. Yəni belə rahatdır. Kameralarımız vasitəsilə Almaniyaya gəlmək istəyən gənclərimizə, soydaşlarımıza nə demək istərdiniz? Buyurun. Nəinki Almaniyaya, dünyanın istənilən ölkəsinə Azərbaycanlılar gedib yaşaya bilərlər. Bu onların haqlarıdır, öz hüquqlarıdır, özləri bilərlər. Yəni ki, normal bir şeydir. Amma hansı bir ölkəyə gedirsinizsə gedin, həmin ölkənin dilini öyrənin. Dilini ilk növbədə öyrəndikdə sürətli şəkildə inteqrasiya olursunuz. Yenə dediyim kimi, hansısa bir işdə haqlısınız, amma dil bilmədiyinizə görə sizi haqsız vəziyyətə sala bilərlər. Bundan istifadə eləməklərinə imkan verməyin. Biz isə sizi növbəti proqramımıza qədər
biz sizinlə sağollaşırıq və növbəti proqramımızda kimlər olacaq? Əlbəttə ki, növbəti verilişin anonsunda öyrənəcəksiniz. Rauf, sənə təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm. Görüşmək ümidi ilə. İnşallah. Sağ olasın. Sağ ol.